Salam, hər vaxtınız xeyirli olsun əziz abituriyentlər və dəyərli müəllimlər. Bugündən etibarən sizlərlə fizikada bütün mövzuların izahları ilə tanış olacaq. Hər bir mövzunun xırdalıqlarına qədər bütün detallarına toxunacaq. Daha asan dildə, daha sadə dildə çalışacağım ki, sizlərə mövzunu izah eləyə bilim. Vaxt itirmədən mövzu izahımıza başlayaq. İlk mövzumuz riyazi anlayışlardır. Riyazi anlayışlar bütövlükdə bir ad vermişik buna riyazi anlayış olaraq. Lakin ilk giriş hissəsində fiziki kəmiyyətlərdən, onların növlərindən danışacaq. Daha sonra riyaziyyatla əlaqəli bir neçə qaydalarımız var. Onlarla tanış olacaq. Fiziki kəmiyyət deyəndə nə başa düşülür? Fiziki kəmiyyət hər hansı fiziki hadisə və ya cismin kəmiyyətçi xarakteristikası nəzərdə tutulur. Fiziki kəmiyyətlər özlüyündə bölünür iki yerə. Var skalyar fiziki kəmiyyətlər, var vektorial fiziki kəmiyyətlər. Skalyar fiziki kəmiyyətlər yalnız ədədi qiymətə malik olurlar. Vektorial fiziki kəmiyyətlər isə həm ədədi qiymət, həm də istiqamətinə görə xarakterizə olunurlar. Və vektorial fiziki kəmiyyətlərlə skalyar fiziki kəmiyyətlərin fərqləri nələrdir? Skalyar kəmiyyətlər cəbri üsula əsasən toplanılır, çıxılır. Vektorial kəmiyyətlər isə həndəsi üsula əsasən toplanılır, çıxılır. Və skalyar kəmiyyət deyəndə vektorialla bunun fərqi nədir? Skalyarı dedik ki, yalnız ədədi qiymətə malikdir. Ədədi qiymət deyəndə nə başa düşülür? Məsələn, kütlədən söhbət gedir. Kütlə M hərfi ilə işarə olunur. M bərabərdir 5 kiloqram. Yəni, bunun bizə istiqaməti maraqlı deyil və istiqaməti də yoxdur. Məsələn, biz danışanda fiziki, belə deyək, məsələlərdə demirik ki, cisim 5 kiloqram kütləyə malikdir. Aşağıya doğru kütləsi yönəlir. Belə bir hal yoxdur. Qüvvə yönəlir və s. bu kimi kəmiyyət. Amma kütlə ilə danışanda biz demirik, bunun istiqamət vermirik buna. Amma məsələn, sürətdən danışanda, qüvvədən danışanda, bu kimi kəmiyyətlərdən danışanda artıq biz onlara istiqamət veririk. Skalyar kəmiyyətlər özlüyündə bölünür iki yerə. Həmişə müsbət olan skalyar kəmiyyətlərimiz var. Həm müsbət, həm də eyni anda mənfi qiymətlər ala bilirlər. Həmişə müsbət skalyar kəmiyyətlərə, məsələn, rho hərfi ilə işarə olunur, sıxlıq deyə bilərik, həcm deyə bilərik, kütlə deyə bilərik. Məsələn, biz kütlədən danışanda demirik ki, hər hansısa bir cismin kütləsi mənfi 5 kiloqramdır. Bu, belə bir anlayış absurddur, yanlışdır. Kütlə varsa, cisim varsa belə deyək, mütləq onun kütləyə malik olmasından söhbət getməlidir. Ona görə kütlə həmişə müsbətdir, mənfi qiymətlər də ala bilməz. Kütlə, sıxlıq, həcm, bunlar biri digərinə əlaqəli anlayışlardır deyə fərqli başqa anlayışlarımız da var. Sadəcə bir neçə nümunəsini burada sizə göstərmişəm. Həm müsbət, həm mənfi olan skalyar kəmiyyətlər, məsələn, temperaturdur. Bu T zaman deyil, temperaturdur. Zaman da T ilə işarə olunur, temperaturda. Amma məsələn, zamanı biz buraya əlavə eləyə bilərik T kimi. Zaman həmişə müsbətdir. Məsələ həllərində bəzən olur ki, bizə ağırlıq qüvvəsinin təsiri altında kvadrat tənliklə bağlı məsələlərimiz olur. Diskriminant almış oluruq orada. 2 dənə kök alınır bəzən. Mümkündür ki, belə hallar olsun. Nadir hallarda da olsa, yəni rast gəlinir fizikada bu məsələlərə. Köklərdən biri məsələn mənfi ola bilir, biri müsbət ola bilir. Söhbət zamandan filan gedirsə əgər, təbii ki, biz mənfi köklə işləyə bilmərik. Ona görə həmişə müsbət kəmiyyət olduğu üçün biz müsbət kökə baxmalıyıq. Buradakı T isə temperaturdur. Temperatur mənfi də ola bilir, mənfi 5 dərəcə Selsi, müsbət də ola bilir, 0 da ola bilir. Ona görə temperaturu biz həm müsbət, həm mənfi skalyar kəmiyyətlərin içərisində verə bilərik. Mexaniki işdir, mövzuları bir-bir keçdikcə bu mövzu ilə də tanış olacaq. Çox istifadə olunan mövzulardan da mexaniki iş. A hərfi ilə işarə olunur, müsbət də ola bilir, mənfi də ola bilir. Bəzi qüvvələr var ki, ümumiyyətcə onların gördüyü iş 0-dır və s. Bu formaları da yadda saxlayaq. Bu kəmiyyətləri onsuz da biz bütün mövzuları keçdikcə, yeni kəmiyyətlərlə tanış olduqca hər birinə demək olar ki, 80% kəmiyyətə biz skalyar və ya vektorial adını verəcəyik. Bu da mövzuya görə, onun xüsusiyyətlərinə görə dəyişir. Həndəsi üsulla biz dedik ki, vektorial kəmiyyətlər toplanılır, çıxılır. Həndəsi üsul da üçbucaq və paralleloqram qaydalarına bölünür. Birinci başlayaq biz toplama üçbucaq qaydasından, toplama üsulundan. Birinci şərt nədir? Üçbucaq qaydasına əsasən toplamada. Vektorlar mütləq şəkildə ardıcıl düzülməlidir. Yəni, bir vektor digər vektorun ardıca mütləq şəkildə düzülməlidir. Bu mühüm şərtdəndir. Çünki məsələ verirlər bizə, variantlarda bunu qarışıq verirlər. Ona görə bu ardıcıllıq mühüm şərtdir.
şərtdir. Birinci şərt budur. İkinci şərtimiz buydu ki, əvəzləyici vektor, yəni yekun vektor hardan hara yönəlir soruşulsa, deyəcək birincinin başlanğıcından sonuncunun sonuna doğru istiqamətlənməlidir. Sonuncunun sonuna doğru. Baxaq indi burada biz qaydamıza. Bizə hər hansısa A və B vektorları verilib. A vektoru və B vektorunu biz hər hansısa bunların cəmini vektorial olaraq C vektoru göstərməlidir, əvəzləyici olaraq. Bunun üçün nə edəcəyik? Birinci şərt nədir? Vektorlar ardıcıl düzülməlidir. Biz vektorlarımızı ardıcıl şəkildə düzdük. A vektoru burada başladı, bu hissədə yekunlaşdı və o yekunlaşan hissədə də B vektoru başladı və burada yekunlaşdı. Birinci şərtimiz ödənildi ki, vektorlar ardıcıl düzülsün. A və B vektorları ardıcıl düzüldü. İkinci şərt nə idi? Əvəzləyici vektor birincinin başlanğıcından. Birinci nədir? A vektoru. Əvəzləyici vektor da C-dir. Çünki bizə deyir, bax bu C bərabərdir. A üstə gəl B-yə uyğun şəkli ifadə elə, göstər mənə. A ilə B ardıcıl düzüldü. C vektoru isə birincinin, yəni A-nın başlanğıcından sonuncunun, yəni B-nin sonuna doğru istiqamətləndi. Ona görə C vektoru bərabərdir, A üzərinə gəlsin B. Burada belə bir qayda çıxa bilər ki, 2 dənə vektordursa birincinin başlanğıcından ikincinin sonuna deyək də biz məsələn. Niyə sonuncunun sonuna deyirik? Onda biz bu hissəyə diqqət eləyək ki, burada əsas şərt nədən ibarətdir? Əsas şərt odur ki, bizdə həmişə üçbucaq qaydası deyilirdi ya, 2 dənə ard-arda, üçüncü də bunların əvəz eləyən, yəni 3 dənə vektor olur. Belə bir hal yoxdur. İndi biz qarşıda danışacağıq bu haldan ki, məsələn, trapesiyaya aid bizim qaydamız var. Bu da üçbucaq qaydasına əsasən toplanılıb çıxılacaq trapesiya qaydası. Burada da məsələn 4 dənə vektordan gedir söhbət. Bu 4 vektor bəs üçbucaq qaydasına necə əsaslanır? Bu qaydanın ümumi adı üçbucaq qaydasıdır. Və trapesiya və yaxud 4, 5, 6 bir neçə vektor ard-arda düzülüb bu qayda tətbiq oluna bilər. Yəni üçbucaq deyəndə məhz 3 dənə vektordan söhbət getmir həmişə. Və belə bir nümunəyə baxa bilərik biz. Bizə verilib hər hansısa bir A vektoru, qiymət olaraq 3, B vektoru 5 verilib və C vektoru verilib 7. Bizdən tələb olunan nədir? Tələb olunan budur ki, R əvəzləyici vektorumuz var bizim burada. Əvəzləyici vektoru deyir tap. A vektoru üzərinə gəlsin, B vektoru üzərinə gəlsin, C vektoru. Biz burada nəyə diqqət eləməliyik ilk öncə? Bunları götürüb 3, üstə gəl 5, üstə gəl 7. Bax bu formada bərabərdir 15 yazsaq, bu gördüyünüz kimi yanlış olacaq. Niyə yanlış olacaq? Biz bunları skalyar toplamış olduq. Aydınlı qiymətlərini 3 üstə gəl 5 üstə gəl 7, bunların ümumi cəmi oldu 15. Bu vektorial cəm sayılmır. Vektorial cəm bizim az öncə danışdığımız kimi idi ki, bu R bərabərdir. A üzərinə gəlsin, B üzərinə gəlsin, C. Əgər söhbət vektorial cəmdən gedirsə, biz burada diqqətli olmalıyıq nəyə? Baxırıq ki, 2 dənə şərtimiz var idi. Vektorlar ardıcıl düzülsün. A vektoru başlayır burada, gedir bura və B bunun ardıca düzülür. Və əvəz eləyən ikinci şərt nə idi? Əvəz eləyən vektor birincinin başlanğıcından sonuncunun sonuna. Görürəm ki, C vektoru A-nın başlanğıcından B-nin sonuna gedir. Deməli, A-nın B-ni bu müstəvidə əvəz eləyən vektor C vektorudur. Bir dənə də əlavə olaraq C vektoru var. Söhbət 2C vektorundan gedir. C-nin də qiymətini bizə verib 7. 2 vurulsun 7. Cavabımız oldu 14. Biz burada yəni istiqamətlərə mütləq şəkildə diqqət eləməliyik. Bizə hər hansısa bir trapesiya formasında verilə bilər, cəm vektorunu soruşa bilər. Yenə eyni qaydadır, üçbucaq qaydasını burada tətbiq eləyəcəyik biz. Məsələn, bizə verilib cəm olan əvəzləyici R vektoru, bu 4 vektorun cəmini təyin edin. Mən nə edəcəm? Şəklə mütləq şəkildə diqqət eləməliyəm ki, üçbucaq qaydasına əsasən 2 şərtimiz var idi bizim ki, vektorlar ardıcıl düzülsün. Baxıram ki, A vektoru başlayıb burada və yekunlaşır burada. Onun arxasıca B vektoru gəlir, ardıcıl düzülüb, sonra C vektoru gəlir, ardıcıl düzülüb. Buradan o nəticə çıxır ki, birinci şərt ödənilir. Ardıcıl 3 dənə vektor düzülüb. İkinci şərt nə idi? Əvəz eləyən vektor birincinin başlanğıcından sonuncunun sonuna. Həqiqətən də görürük D vektoru. Birinci nədir? A vektorunun başlanğıcında başlayıb, sonuncu nədir? C vektoru. C vektorunun sonuna doğru yönəlib. Buradan o nəticə çıxır ki, bu 3 vektorumuzu bizim D vektoru əvəz eləyir. Bizdə bir dənə də əlavə D vektoru var. Onda ümumi oldu 2D vektoru və 1D vektorunun da qiymətini neçə verib bizə? 7 verib. 2 vurulsun 7 bərabərdir 14. Kolinear vektorlardan danışaq. Kolinear vektorlar nələrdir?
bir düz xətt üzrə yönəlmiş və ya bir-birinə paralel olan vektorlar kollinear vektorlardır. Və biz burada bir neçə nümunə göstərmişəm sizlər üçün. Məsələn, V1 və V2 bir-birinə paraleldir. Bu vektorları biz kollinear vektorlar saya bilərik. Həmçinin ikinci şəkildə də V1 ilə V2 əks istiqamətdə yönəlsə də belə bu vektorlar kollinear vektorlar sayıla bilər. Lakin biz bərabər vektorlardan danışanda deyəcəyik ki, bərabər vektorlar modulları və istiqamətləri eyni olan paralel vektorlar bərabər vektorlar adlanır. Modulları və istiqamətləri eyni olan paralel vektorlar. Bu söz mühümdür. Məsələn, birinci, ikinci şəklə diqqət eləyək. Həm bunların modulları da eyni olmalıdır, həm də istiqamətləri eyni olmalıdır ki, bu vektorlara biz bərabər vektorlar deyə bilək. Həmçinin digər tərəfdə. Amma bundan öncə kollinear vektorlardan danışanda, məsələn, istiqamətlər fərqli ola bilirdi. Bərabər vektorlardan mütləq istiqamətləri də eyni olmalıdır, həmçinin modulları da eyni olmalıdır. Bu bizə nədə lazımdır? Az öncə danışdıq biz trapesiya qaydasından. İndi onun fərqli bir versiyasını aşağıda izah edəcəm. Və biz bərabər vektorları onun üçün öyrənirik ki, bax bu şərti bilək, K və L şərti. Nədir K və L şərti? Hər hansısa bir hərflərdir, yəni vacib bir qayda deyil. Sadəcə bizə lazım olan bunun qiyməti 3-dür. Əgər bu ox sağa doğru gedirsə, bu ox sola doğru gedir, amma uzunluğu eynidir. Bunun mənfi 3 olduğunu anlamağımızdır. Yəni istiqamət burada mənfi işarəsi həmin o istiqamətin əks olmasını xarakterizə elədir. K vektoru sağa doğru gedirsə, əgər bunun 3 qiyməti vermişiksə, L vektoru sola gedir, bunun qiyməti isə mənfi 3 olmuş olacaq. Bu bizə nədə lazımdır? İndi görəcəyik. Bizə verilib hər hansısa yenə belə bir A, B, C, D vektorları. Bu vektorlar ard-arda düzülüb. Bu vektorlar ard-arda düzülüb. Baxıram ki, üçbucaq qaydasının şərti nə idi? İki mühüm şərti var idi, yenə xatırlayaq. Birinci şərt bu idi ki, vektorlar ardıcıl düzülsün. Baxıram ki, A vektoru başlayır, gedir bura. Yekunlaşdı, B vektoru başlayır, ard-ardadır, gedir bura. Yekunlaşdı, C vektoru başlayır, gedir bura. Və görürəm ki, həmçinin C-nin arxasıca da bir dənə D vektoru gedir bura. Yəni A-nın başladığı yerə gəldi. Bunu qayda olaraq yadda saxlaya bilərik ki, biz vektorlar başladığı yerə qayıdıbsa, yəni biri digərinin ardıca gedibsə, onda bu cəm sıfıra bərabərdir. Bunu bu cürə yadda saxlaya bilərik. Bu necə oldu bəs? İsbat olaraq biz buna isbat verək. Bax, bu qaydaya əsaslanacaq. Fərz eləyək ki, bizdə burada verilən bu D vektoru yoxdur. Fərz eləyək. Və fərz eləyək ki, biz belə bir vektor çəkirik. Baxın, bu istiqamətdə. Bura bir D' deyirik ki, D ilə də D' fərz eləyin ki, qiymətləri eynidir. Düz, bunlar təbii ki, uzunluqları eyni olmayacaq, amma fərz eləyək ki, eynidir. Da silmədim bu hissəni. Buradan çəksək, eyni uzunluq olacaq. Bu 7-dirsə, mən bura nə demiş olacam? Mənfi 7. Səbəb, bu özü sola doğru gedir. Şərt bunu mənə 7 veribsə, onda onun uzunluğuna bərabər sağa doğru mən ox çəkmişəmsə, ona deyəcəm mənfi 7 ki, baxın, yuxarıda bu qaydanı ispat eləmək üçün göstərirəm. Və bu mənfi 7-ni çəkəndən sonra baxıram ki, ABC ardıcıl düzülüb və D' nə birincinin başlanğıcından yönəlib C-nin sonuna, sonuncunun sonuna. Yəni ABC-ni nə əvəzləyir? D' əvəzləyir. Bu ABC-nin yerinə D' yazaram mən və bir dənə də bizim burada D vektorumuz var axı sola doğru gedən. Çünki bizdə cəm bu dördünün cəmini istəyir məndən. Üzərinə gəlsin bir dənə də D vektoru. D-nin qiyməti 7, D'-in qiyməti mənfi 7. Topladıq, cavabımız oldu 0. Onda buradan belə bir nəticə çıxır ki, vektorlar əgər ard-arda düzülübsə və həmçinin biri başladığı yerə yenidən qayıdırsa vektor, A-da başlayıb, bir neçə vektor ard-arda düzülüb, amma ard-arda düzülmə şərti mühümdür. Ha, burada ola bilər ki, biri əks istiqamətdə yönəlsin, onda qayda dəyişəcək. Ard-arda düzülür və sonuncu vektor da gəlir elə başlanğıcından üst-üstə düşür. Onda bu vektorial cəm bizə 0 vermiş olacaq. Gələk üçbucaq qaydasına əsasən çıxmadan danışaq. Çıxma testlərdə demək olar ki, verilmir çox. Yəni, konkret olaraq çıxmanı soruşmur. Mümkündür soruşsun, biz keçəcəyik bunu nisbi sürət dərsində və vektorların çıxılması, məsələn, V1 çıxılsın V2. Nümunə kimi deyim sizə, məsələn, V1 çıx V2,
sürətlər eyni istiqamətdə gedəndə cisimlər, bunların nisbi sürəti birincinin ikinciyə nəzərən deyirsə, birincidən ikinci çıxılır. Və bu çıxılmanı bəzən şəkil olaraq bizdən tələb eləyirlər. Orada lazım olur. Amma belə trapesiya qaydası, üçbucaq qaydası çox da istifadə olunmur. Biz ümumiyyətcə çıxmanı biz belə təsəvvür eləyirik də vektorlarda. Məsələn, bizə A çıx B vektoru verilməsi nə deməkdir? Əslində bu deməkdir. A vektoru üzərinə gəlinsin mənfi B vektoru kimidir. Əslində bütün çıxmalar toplamadan törüyür. Ona görə biz bunu bu formada yazırıq. Mənfi B də nədir? Yəni B-nin istiqamətinin əksi. Az öncə danışdığıq K sağa doğru 3 idisə, L eyni uzunluqda sola doğrudursa ona deyəcəyik mənfi 3. Burada da yenə həmin qayda keçərlidir. Bizə birinci şərtimiz nədir? Üçbucaq qaydasına əsasən çıxmada. Birinci şərtimiz budur ki, vektorlar eyni başlanğıcdan çıxmalıdır. Üçbucaq qaydasına əsasən toplama nə deyirdi? Vektorlar arda-arda düzülsün. Amma çıxma nə deyir? Vektorlar eyni başlanğıcdan başlasın. İkinci şərt nədir bəs? İkinci şərt odur ki, əvəzləyici vektor çıxılanın sonundan azalanın sonuna doğru yönəlməlidir ki, bunu da məsələlərdə tətbiq eləyəcəyik. Baxaq, bizə verilib hər hansısa bir A vektoru, B vektoru və C vektoru. C vektoru deyir ki, A minus B'dir. Həqiqətən görək belədirmi? Birinci şərt nə idi? Vektorlar eyni yerdən başlasın. Görürük ki, A vektoru da, B vektoru da hər ikisi eyni yerdən başlayıb. Əvəz eləyən vektor C vektorudur. Hara yönəlməlidir? Çıxılanın sonu. Çıxılan nədir burada? B. B-nin sonu haradır? Bax bura. Buradan azalanın sonuna. Azalan nədir? A. A-nın sonu da buradır. Onda C vektoru A minus B vektorunu bizə göstərmiş olacaq. Ki, bu formanı mütləq şəkildə bilməliyik. Məsələlərdə düşür, MİQ imtahanına düşür, sertifikasiyaya düşür. ABC kimi düşmür. Məsələn, sürət keçirik biz. Bu da vektorial kəmiyyətdir. Bir kəmiyyəti gətirir bu formada verir. Və yaxud qüvvə keçilir. Bu da vektorial kəmiyyətdir. Qüvvələrin istiqamətlərinə görə soruşa bilər. Bu da belə. Parallelogram qaydası nədir? Parallelogram qaydası əslində üçbucaq qaydası kimidir bir növ. Sadəcə biz bir parallelogramın üzərində göstərə bilərik bir neçə şərti. Baxın bura. Deməli, parallelogram qaydasında birinci şərtimiz nədən ibarət olacaq? Birinci şərt budur ki, AB. Bildiyimiz qaydadır ki, parallelogram qarşı tərəfləri bərabərdir. Yəni, bura A demisənsə, burada A'dır, bura B demisənsə, burada B'dir. A vektoru burada başlayır, gedir bu istiqamətdə, arxasıca da B vektoru gedir. Və biz parallelogramın nəyini bilirik? İki dənə diaqonalını bilirik ki, böyük diaqonal, kiçik diaqonal. Parallelogramın bu C diaqonalı, görürsünüz, bax bu C diaqonalı böyük diaqonaldır. Bunu çəkdim. Bu C diaqonalı həqiqətən də üçbucaq qaydasına əsasən bizə toplamanı verəcək. Hardan bilirik? Demişdik ki, vektorlar arda-arda düzülsün. A ilə B düzülüb arda-arda. Bəli, düzülüb. Əvəz eləyən vektorda birincinin başlanğıcından sonuncunun sonuna. Həqiqətən də bu C vektoru A-nın başlanğıcından B-nin sonuna doğru yönəlibmi? Bəli, yönəlib. Ona görə deyəcəyik ki, parallelogramda böyük diaqonal bizə cəmi verəcək. Yəni, C vektoru bərabərdir. A üzərinə gəlinsin B vektoru. Bəs kiçik diaqonal bizə fərqi verəcək. Hardan bilirik? Baxaq. A ilə B vektoru. İndi bu iki vektora baxırıq. Vektorlar görürsünüz, ikisi də eyni yerdən çıxıb. Az öncə danışdıq ki, üçbucaq qaydasına əsasən çıxma budur ki, vektorlar hər ikisi eyni başlanğıcdan çıxsın. A və B hər ikisi eyni başlanğıcdan çıxıb. Əvəz eləyən vektor çıxılanın sonundan, yəni B-nin sonundan azalanın sonuna. Həqiqətən də bu F vektoru ki çəkmişəm, burada bax bu göylə çəkdiyim bu istiqamətdə, bu F vektoru çıxılanın sonundan azalanın sonuna, yəni B-nin sonundan A-nın sonuna doğru istiqamətlənib. Ona görə də deyəcəyik ki, parallelogram kiçik diaqonal bizə vermiş olacaq fərqi. Bunu da yadda saxlayaq ki, rahatdır, üçbucaq qaydasından çıxır. Bir nümunəmiz var burada. Test toplusu üzərindən olan nümunədir. Qüvvə dərsindədir. 3-cü bölmədədir. Yəni, Newton qanunları bölməsindədir. Baxaq buna. Bizdən soruşur ki, bu 5 vektorun əvəzləyicisini təyin edin. 5 vektorun əvəzləyicisi deyəndə götürüb bu qiymətləri toplamayın heç. Bax, vektorial cəmdən gedir burada söhbət. Birincisi, özü şərtdə deməyə də bilər. Siz qüvvəni bilməlisiniz ki, indi bunu keçməmişik də biz. Keçəndə biləcəksiniz ki, qüvvə özü necə kəmiyyətdir, vektorial. Söhbət vektorial kəmiyyətdən gedirsə, bunun vektorial cəmindən danışırıq biz. Ona görə biz bunların qiymətlərini götürüb toplaya bilmərik. Mütləq nəyə baxmalıyıq? İstiqamətlərə baxmalıyıq. Baxıram ki, F1 başlayır burada, arxasıca F2 gəlir. Və bunu əvəz eləyən F5'dir. Hardan bildim?
F1 ilə F2 ard-arda düzülüb. Birinci şərtimiz bizim oydu. İkinci şərtimiz nə idi bəs? Əvəz eləyən vektor birincinin başlanğıcından sonuncunun sonuna doğru yönəlir. Həqiqətən də F1 ilə F2-nin yerinə mən F5-i yaza bilərəm. Daha sonra görürəm ki F4 və F3 bunlar da ard-arda düzülüb. F4 başlayır, burada yekunlaşır. F3 də onun ardıca nə edir? Başlayır. Ona görə mən F4 ilə F3-ün də yerinə yenə F5-i yaza bilərəm. Birincinin başlanğıcından, yəni F4 deyək də birinciyə. F4-ün başlanğıcından F3-ün sonuna doğru yönəlib. Yəni F3 ilə F4-ün də yerinə mən bir dənə də F5 yaza bilərəm. Məndən 5-inin cəmini istəyir daxı. Bir dənə də F5-in özü var. 3 dənə F5 oldu ümumilikdə. F5-in də qiymətini, ədədi qiyməti bizə 25 verilib. 3 vurulsun 25, deməli bu 5 vektorun vektorial cəmi 75 olmuş olacaq. Bu nümunəmiz, yəni qəbul imtahanına düşmə ehtimalı olan nümunələrdən biridir. Test toplusunda da bir dənədir. Sadəcə rəqəmləri eyni olaraq verilməyib və burada da 25, 10, 13 təqribi qiymətlərdir. Mümkün ki, yəni üçbucaq bərabərsizliyi qaydasını rəqəmlərimiz ödəməsin. Yəni bu ciddi bir hal deyil. Əsas burada niyyətim odur ki, bunu tam olaraq başa düşəsiniz ki, məsələn, istiqamət olaraq F1, F2 eyni istiqamətdə, daha doğrusu ard-arda yönəlibsə, üçüncü vektorda birincinin başlanğıcından sonuncunun sonuna doğru yönəlibsə, deməli bunları əvəz eləyə bilir. Təqribi burada məsələn 25 yox, buna 22 bu kimi qiymətlər də verilə bilər. Amma çox mühüm hal deyil. Əsas hissə bunu başa düşməyimizdir. Davam eləyək. Proyeksiya anlayışından ki, fizikada çox mühüm qaydalardan biridir. Mövzuları keçdikcə biz bunu görəcəyik. Ümumiyyətlə, proyeksiya vektorial cəmiyyətlər üçün nəzərdə tutulub. Proyeksiya dedikcə kölgə nəzərdə tutulur. Yəni, həmin o vektorun ox üzərindəki kölgəsindən söhbət gedir. Bu nə deməkdir? Bizə hər hansısa bir A vektoru verilir və X oxu üzərində bunun kölgəsi tələb olunursa, ilk işimiz nədir? A-nın başlanğıcından qırıq-qırıq və ya düz xətt fərq eləmir. Perpendikulyar endirmə söhbət X oxundan gedirsə X-in üzərinə. Bir də A-nın sonundan perpendikulyar endirirsiniz X-in üzərinə. Və bu iki hissə perpendikulyar endirmisiniz. Bunlar arasında qalan hissə həmin o A vektorunun X oxu üzərindəki proyeksiyası olmuş olur ki, başlanğıc nöqtəyə X0, son nöqtəyə də X desək, onda bu AX bərabərdir, X çıxılsın, X0 olmuş olacaq. Və bunun müsbət mənfi olması da çox rahatdır. Birincisi budur ki, kiçik qiymətdən böyük qiymətə gedir. X oxu boyunca sağa doğru yönəldiyi üçün kiçikdən böyüyə gedirsə, bunların fərqi bizə müsbət verəcək. Ona görə biz deyə bilərik müsbətdir və yaxud belə də baxa bilərsiniz. Oxla eyni yerə gedirsə, məsələn bu da sağa gedirsə, bu formada da deyə bilərsiniz ki, müsbətdir. İkinci hal nədir? İkinci hal məsələn A vektoru bu istiqamətdə yönəlir. Bu nöqtədən bura doğru yönəlir. Yenə başlanğıcı və sonundan biz çəkirik. Vektorun başlanğıcı və sonundan. X oxunda təbii ki, sol tərəfə az qiymət deyirik. Yəni, X ayağında 0 deyə qiymətlənir. Sağ tərəf isə X deyə qiymətlənir. Vektorun uzunluğu nədir bəs? Başlanğıcla sonun, sonla başlanğıcın fərqi. Bu hissədə uşaqlar çaşırlar. Ümumiyyətcə bunu yadda saxlayın. Uzunluq ki, təyin olunursa, sondan başlanğıc çıxılar həmişə. Vektorun oxu buradır. Son X0 deyəcəyik. Başlanğıcı isə X deyəcəyik. Təbii ki, X0-dan X-i çıxanda bizə nə verəcək? Mənfi vermiş olacaq. Bunu bu formada da yadda saxlaya bilərik. Və yaxud digər qayda da bu ola bilər ki, X sağa gedir. Bu A vektorunun da istiqaməti soladır. Avtomatik buna da mənfi deyə bilərsiniz. Daha sonra üçüncü və dördüncü şərt. Bu çox bölmələrdə var. Proyeksiyada vektorun oxa paralel perpendikulyar olması dördüncü çox mühümdür. Vektor oxa perpendikulyar olanda nə baş verir? Paralel olanda iş rahatdır. Elə proyeksiya öz uzunluğuna bərabər olur. Yəni bu vektorun öz uzunluğu nə qədərdirsə, elə onun proyeksiyası da o qədərdir. Çünki başlanğıcından və sonundan perpendikulyar endirəndə elə onun kölgəsi öz uzunluğu qədər olur. Təbii ki, X-la eyni yerə gedirsə, müsbət deyəcəyik buna. X-in əksinə gedirsə, mənfi deyəcəyik buna. Dördüncü şərt nədir? Vektor oxa perpendikulyardır. Yenə vektorun başlanğıcı buradır. Tutaq ki, buradan qırıq-qırıq endiririk. Vektorun sonu buradır. Buradan perpendikulyar endiririk və hər iki perpendikulyar üst-üstə düşür. Yəni, X-in üzərinə düşür, belə deyək. Burada da biz demişdik, sondan başlanğıcı çıxırıq. X-dan X-i çıxanda nə verir bizə? 0. Deməli, belə bir qaydamız burada meydana çıxır ki, əgər vektor oxa perpendikulyardırsa, onun qiyməti dəyişmir. Yəni, dəyişməsi 0-dır. Bu bizə izoproseslərdə lazımdır.
lazım olacaq. Məsələn, sabit cərəyan qanunlarında I, U, R arasında olan əlaqə. Bu üçlünün qrafikləri verilir. Nəyi kəsirsə deyəcəyik ki, o sabitdir. Yəni dəyişməsi yoxdur. Bu qayda orada istifadə olunacaq ki, yadda saxlayaq. Məsələn, bizə bu formada bir şəkil verilə bilər. Tutaq ki, bir A vektoru verilə bilər. Bu A vektorunun uzunluğunu istəyir məndən. A vektorunun uzunluğu bilmək üçün bu A vektorunun başlanğıcından X-a perpendikulyar, bir də sonundan, bax bu hissədən X-a perpendikulyar indirdim. Bu iki perpendikulyarın arasında qalan hissəyə nə deyirəm? A vektorunun X ox üzərində proyeksiyası. Buna AX deyə bilərəm. Bura əgər AX-sa, bu AX-ı yuxarı da köçürə bilərəm. Burada AX-dır. Eyni qayda ilə Y ox üzərinə bunun proyeksiyasını göstərmək istəyirəm. A-nın başlanğıcından Y-ə, A-nın sonundan Y-ə. Bu ikisinin arasında qalan hissəyə də deyirik A-nın Y ox üzərindəki proyeksiyası. Bura AY-dirsə mən burada AY deyə bilərəm və burada AY deyə bilərəm. Və bura ona görə dedim ki, burada bir dənə bax düzbucaqlı üçbucağı görmüş olaq. Bax bu hissədə. Onda bu A-nın qiymətini tapmaq istəyirəmsə məndən məsələ onu tələb eləyirsə, onda nə edəcəm? Bax bunun proyeksiyalarının kvadratları cəmi Pifaqor teoremi modul A bərabərdir. AX-ın kvadratı üzərinə gəlsin AY-in kvadratı. AX-ın yerinə nə qoya bilərəm demişdik. Bura biz X desək, bura X0 desək, X çıxılsın X0-ın kvadratı. AY-in yerinə deyə bilərik. Bura Y desək, burada Y0 desək, onda AY də bərabərdir. Y çıxılsın Y0-ın kvadratı. Bax, bu olur hər hansısa bir vektorun modulunun təyin olunma qaydası. Növbəti qaydamız mütləq xəta, nisbi xəta anlayışlarıdır. Çox istifadə olunmur, amma bir neçə dəfə qəbula düşüb. Hər mövzuda bu verilə bilər. Şkaladır, onun üzərində mütləq xətanın, nisbi xətanın təyin olunmasıdır. Mütləq xəta və nisbi xəta necə təyin olunur? Bunun üçün biz bir bölgünün qiymətini bilməliyik ki, bir bölgü necə təyin olunur. Təsəvvür edin, belə bir 3 sm uzunluğunda bir xəttkeşimiz verilib. Hər hansısa biz bir cismi ölçürük. Təqribən uzunluğu bu göylə işarələdiyim hissə qədərdir. Cismin uzunluğu odur. Xəttkeşlə ölçdük, bu uzunluğa malik oldu. Deyəcəm bu nəyə görə lazımdır. Mütləq xətada bu mühüm deyil, amma nisbi xətada mühümdür. Birinci, bir bölgünün qiyməti təyin olunur. Bir bölgü necə tapılır? İki ən yaxın bölgünü çıxıb arasında olan boşluqların sayına bölə bilərsiniz. Bu mümkündür. İki ən yaxın olmayan hər hansısa bir, məsələn, 3-dən 0-ı çıxasınız, amma 3 ilə 0-ın arasındakı boşluqların sayına bölməlisiniz. Ona görə ən yaxını götürsək bizə daha sərfəlidir. A çıxılsın B bölünsün N. Məsələn, 2-dən biz çıxırıq 1-i, bölürük 2 ilə 1-in arasında neçə dənə boşluq var. Bəzən uşaqlar burada xəttləri sayırlar. 1, 2, 3, 4 dənə. Ya da bəziləri hamısı xətti sayır. Bunda sayır, bunda sayır, o düz gəlmir. Ən gözəl qayda arada olan boşluqlarlandır ki, neçə boşluq var? 5 dənə. Elə boşluğun sayına bölürsünüz. 2 çıxılsın 1, bölünsün 5. Deməli, bir bölgü burada 0,2-dir. Həqiqətən də biz bunu tapa bilərik. 0, 0,2, 0,4, 0,6, 0,8, 1. Bu formada istiqamətlənir. Mütləq xəta nədir bəs? Mütləq xəta həmin o bir bölgünün qiymətinin yarısı A çıx B bölən bir bölgüydüsə, bax bu. A çıx B böl 2N bizə verəcək mütləq xətanı. Bir bölgü 0,2-dir. Onu da 2-yə bölürük. Həmişə 2-yə bölünür. Bölünsün 2. Cavabımız verir 0,1. Bu da oldu mütləq xəta. Bəs nisbi xəta anlayışı nədir? Nisbi xəta anlayışı budur ki, mütləq xətanın ölçmədən alınan qiymətə nisbətinin faizlərlə ifadəsidir. Yəni, nisbi xəta əslində bizim ölçdüyümüz hissə üçün keçərlidir. Çünki ölçmədən aldığımız qiymətdir. Yəni, xəttkeşin uzunluğunun 3 olması bizim nisbi xətamıza çox da, belə deyim, təsir eləmir. Bizə lazım olan mütləq xətadır, bir də ölçmədən alınan qiymətdir. Mütləq xətanı biz tapmışıq 0,1. Ölçmədən alınan qiymət də, bura 1-dirsə, 1,2, 1,4, 1,6, 1,8. Bu hissəyə qədər ölçürsə, 1,8 deyirik təqribən, 0,1 bölünsün. 0,1 bölünsün 1,8 faizlə də ifadəsi 100%-ə vururuq. Təqribi 5%, 5,5% belə bir civarda rəqəm eləyir. Yəni, məsələlərdə istifadə oluna bilər, soruşula bilər. Amma əsasən bir bölgü və mütləq xəta soruşulur. Nisbi xəta ümumiyyətcə test toplusunda da yoxdur. Bəzi kursların sınaqlarında mümkündür ki, gəlsin. Amma nəzəriyyə qaydamızın içərisində təbii ki, var. Gəldik əsas hissəyə. Dərsin ən özəl hissəsi, ən əsas hissəsi vektorlar olduğu kimi
Qrafik asılılıqlardır. Çünki bütün fizikada olan qrafiklər bax bu funksiyanın üzərində qurulub. Demək olar ki, nə ki şəkil görəcəksiniz, yəni qrafik formada şəkildən gedir söhbət, mütləq riyazi tərəf olmalıdır ki, onları daha bir rahat şəkildə biz təyin eləyə bilək. Ən məşhur düz mütənasib asılılıqdan başlayırıq. Nəyə görə lazım olacaq fizikada toxunacam o hissəyə də ki, bizə fizikada harda kömək eləyəcək bu? Y bərabərdir kx-dır. Biz bunu bilirik. Riyaziyyatdan 5-ci, 6-cı siniflərdən başlanılır bu qaydalar kiçik hissələrlə deyilməyə. Bu qrafik Y-in x-dan asılılığı düz mütənasib asılılıqdır. Sual oluna bilər ki, bu necə yaranır? Qiymətlər verin. Məsələn, k-ya verin 5, x-a qiymətlər verməklə Y-in qiymətlərini tapacaqsınız. Sonra bu qiymətləri bu qrafiklər üzərində göstərin. 1-5 nöqtəsi, 2-10 nöqtəsi, 3-15 nöqtəsi, nə qədər istəyirsiniz verin. Sonra alınan o nöqtələri birləşdirsək, düz mütənasib asılılıq alınacaq. Bu qədər sadədir. Yəni, qəliz bir qrafiki asılılığı yoxdur. Y bərabər kx-dir. Təbii ki, burada k bucaq əmsaldır. Buna konstant deyirlər, sabit deyirlər ki, Y-in x-dan asılılığı bizə deyilsin. Y-in x-dan asılılığı düz mütənasibdir, k konstant olanda. Burada isə bucaq əmsalı tangens alfa bizə k-nı verir. Deyərsiniz, niyə tangens alfa? Birazdan biz düz bucaqlı, üç bucaqdan danışacaq ki, tangens nədir? Amma bunun daha rahat versiyasını bu formada biz verə bilərik ki, məsələn, Y bura verilsə, burada çəkirəm sizin üçün, x da bura verilsə, qrafikimiz bizim məsələn bu formada olsa, baxın, bu Y-i mən bura köçürə bilərəm. Bura Y-i köçürsəm, burada x-dir. Burada bir düzbucaqlı üçbucaq yaranmış oldu. Düzbucaqlı üçbucaqda tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin, alfanın qarşısındakı katet nədir? Y. Bitişik katete, yəni nəyə? X-a nisbəti. Y bölünsün x. Yəni bunu rahat bir şəkildə bura köçürüb düzbucaqlı üçbucağı ala bilirik. Buradan da bizə verir Y-i x-a böləndə, buradan k bərabər Y bölünsün x. Deməli, bu qrafikdə bucaq əmsalı bizə nəyi vermiş olacaq? Tangens alfanı vermiş olacaq. Və biz həmçinin bilməliyik ki, düz mütənasib asılılıqda Y ki x-dan asılıdır. Y ilə x-in mütənasibliyi bax bizə lazım olur. Fizikada bunlardan çox istifadə olunur. Nisbət. Tənasüb qurmaqla məsələnin həlləri hədsiz çoxdur. Bunu zaman keçdikcə görəcəksiniz. Y1-in Y2-yə, x1-in x2-yə nisbəti. Məsələn, bizə bəzi düsturlar ki, keçilir. Deyir, filan şey 5 dəfə artanda filan qiymət 3 qədər artıb. Biz bu mütənasibliyi qurub təyin eləməyi bacarmalıyıq. Bu da belə. Bəs bu Y bərabər kx funksiyası bir nümunə s bərabər vt. Eyni şeydir. Biz ki bu düsturu keçəcəyik, əslində bu özü bu funksiyadır. Burada biz keçirik ki, v konstantdır, s-in t-dən asılılığı düz mütənasibdir. Əslində bu s-in yerində dayanan həmin bu y-dir. Bu t-nin də yerində dayanan həmin bu x-dir. Və necə ki y x-dan k konstant olanda düz mütənasib asılı idi, burada da ki s t-dən v konstant olanda düz mütənasib asılı olacaq. Yəni bu qədər sadədir iş əslində ki, bu niyə belə qrafik olur? Biz bunu əzbərləyək. Yox, bu qrafikin düsturunu biləndən sonra sən funksiya gözündə baxacaqsan buna. Çünki fizikada olan bütün kəmiyyətlər, bütün düsturlar daha doğrusu funksiyaların üzərində qurulub. Bəzi kənara çıxma düsturlarımız var bizim, biraz qarışıqlıq yarada bilər, mümkündür. Amma aşağı yuxarı eynidir oxşarlıq. Məsələn, bax, burada bizə lazım olacaq. İkinci, xətti funksiya. Bu da bizim üçün çox mühümdür ki, bizə fizikada harada lazım olacaq, indi toxunacam ona. Y bərabər kx plus b. Bu B nəyi göstərir bizə? Əgər B müsbətdirsə, biz deyəcəyik ki, qrafik müsbət qiymətdən başlayır. Bax, bu B müsbətdirsə, hər hansısa bir müsbət nöqtədən başlayacaq. Əgər B mənfidirsə, deyəcəyik qrafik mənfi bir qiymətdən başlayır. Amma hara doğru istiqamətlənir? Yuxarı ya aşağı? Bunu K təyin edir. K əgər müsbətdirsə, qrafik yuxarı gedər. Baxın, burada K müsbətdir deyə qrafik yuxarıdır. Baxın, burada K müsbətdir deyə qrafik yuxarıdır. K mənfidirsə əgər, qrafik aşağı gedər. Burada K mənfidir, aşağıya doğru gedir. Burada K mənfidir, aşağıya doğru gedir. Bax, bunu da biz mütləq şəkildə bilməliyik ki, məsələlərdə, qrafiklərdə problem yaşamayaq. Baxın, həmin bu funksiyanı biz düzxətli bərabər təcilli hərəkətdə keçəcəyik. V bərabər V0 plus AT. Elə Y bərabər B üstəgəl KX-dir. Biz orada deyəcəyik ki, V-nin T-dən asılığı müəyyən bir nöqtədən başlayır. Burada bir V0 yazırsan. Əslində o V0 nədir səndə? B-dir. Bu V nədir səndə? Y-in x-dan asılığı idi da. X-in də yerində T dayanıb səndə. Həmin qaydadır, eyni qaydalardır. K müsbət olanda dedin, qrafik yuxarı qalxır. Orada da deyəcəksən, təcil müsbət olanda qrafik yuxarı qalxır. Burada dedim, B müsbət olanda müsbət nöqtədən başlayır. Orada da deyəcəksən, V müsbət olanda müsbət nöqtədən başlayır. Bu qədər sadədir yəni iş.
Üçüncü qayda tərs funksiya, daha doğrusu tərs mütənasib asılılıqdır. Tərs mütənasib asılılıqda da bir nüans var, əsas nüans. Y bərabər k bölü x, bunu bilirsiniz. Təbii ki, məxrəcdə də deyə asılılıq tərsdir. Bir nüans var. Məxrəcdə x da olsa tərsdir. X kvadrat da olsa tərsdir. Kök adda x da olsa tərsdir. Yəni dərəcəsindən asılı olmayaraq qrafik həmişə budur. Həmişə hiperboladır. Qiymətlər verib təyin eləyə də bilərsiniz. Amma nisbətlər təbii ki, fərqlidir. Birinci funksiyaya görə y ilə x-in nisbətini belə yazarsan. y1 bölü y2 bərabər x2 bölü x1. İkinciyə görə y-in x-in əlaqəsini yazarsan. y1 bölü y2 bərabər x2 kvadrat bölü x1 kvadrat. Çünki bax bu kvadrat bu nisbətdə mühüm rol oynayır. Amma qrafik həmişə sənə hiperbola verəcək. Qiymət qoy yerinə, hesabla, nöqtələri birləşdir. Yəni bu formadan kənar. Təbii ki, bu bura sonsuz yaxınlaşacaq. Bu qrafik gedir, amma dəymir x oxuna. Üçüncü nədir? K bölünsün kök altda x. Nisbətində olacaq y1-in y2-yə. Kökün altında x2-nin x1-ə olan nisbətidir ki, bax bu hissə mühümdür. Amma qrafik olaraq hamısı hiperboladır. Yadda saxlayaq. Dördüncü, kvadratik funksiya. Kvadratik funksiya nədir? Y bərabər kx kvadratı. Bu qrafikədə deyirlər parabola. Parabolik funksiya adlanır bu. Parabola adlanır. Parabolanın qolu bu formada y bərabər kx kvadrat. Y-in x-dan asılılığı düz kvadratikdir. Y1-in y2-yə bərabərdir x1 kvadrat bölünsün x2 kvadrat. Bax, bunlara mütləq şəkildə diqqət eləyin. x2 bölü x1, x1 bölü x2 mütləq şəkildə diqqət olması nüansdır. Bunların hər biri əslində kvadratik funksiya, buna deyilir düz kvadratik funksiya. Yəni görürsünüz, nisbət qorunur 1-in 2-yə, 1-in 2-yə. Kvadrat kökdən danışacaq məsələn. Bu da düz kvadrat kökdür. Yəni 1-in 2-yə, 1-in 2-yə. Sadəcə birində kvadrat var, birində kök var və s. Amma tərs mütənasib asılılıqda bu cürə deyildi. Məxrəcdədirsə 1-in 2-yə, 2-nin 1-ə forması idi. Məxrəcdədirsə 1-in 2-yə, 2-nin 1-ə forması idi ki, bunu da yadda saxlayaq. Bu da belə. Və burada 4-cü və 5-ci hissələrdə kvadratik funksiya bu formadadır qrafiki. Məsələlərdə, yəni bizə soruşacaq. Məsələn, bizə harda lazım olacaq? Tutaq ki, bizə verəcək fizikada düstur üzərindən s bərabər a t kvadratı bölünsün 2. S-in t-dən asılılığını səndən istəyəcək məsələn, bu formada qrafikini çəkməyi bacarmalısan. Və bu grafikində təbii ki, bir neçə formalar var. Məsələn, bunun əks versiyası bu var. Daha sonra bu versiyalar və bu versiyalar var ki, parabola versiyalardır ki, bunlar da bizə dərsə keçdikcə bir-bir tanış olacaq. Kvadrat kökündə qrafiki bu formadadır. Ağzı aşağıya doğru olan parabola. 6-cı, sabit funksiyadan danışacaq biz. Sabit funksiya nədir? Bu da çox mühümdür. Nəyinsə nədənsən asılı olmadığı hal. Y bərabərdir 5 nə deməkdir? Yəni x-a nə qiymət versən ver, y 5-in üzərindədir. Y ancaq 5-i alır. Ona görə biz deyəcəyik ki, sabit funksiya. Məsələn, danışırıq, tutaq ki, bərabər sürətli hərəkətdən. Bərabər sürətli hərəkətdə v-nin t-dən asılılığını istəyir. Adı üzərinə nə deyirsən? Bərabər sürət. Yəni sürət nə olmur? Dəyişmir. Zaman keçir, amma sürət dəyişmir. Ona görə qrafiki və sabit verirsən. Burada zaman keçir 0-dan 1, 2, 3, 4 və s. Amma sənin sürətin elə həmişə sabitdir. Qrafiklə uzlaşdırsan sabitdir. Ona görə deyəcəyik ki, bərabər sürətli hərəkət bir növ sabit funksiya ilə xarakterizə olunur. Yəni eyni formada olan qrafiklərdir. Növbəti həndəsi düsturlardır uşaqlar. Əslində bunu həndəsədən bilməlisiniz. Sadəcə mütləq şəkildə burada fizikada bizə lazım olacaq. Bütün dərslərdə, həm birinci hissədə, həm ikinci hissədə tez bir şəkildə bunları izah eləyəcəm. Çünki izah olması bir qaydalar, həndəsədə də isbatlar orada verilir. Çevrənin uzunluğunu bilməlisiniz. L bərabər 2 pi-r, pi-d və diametrin də radiusun 2 mislinə bərabər olduğunu bilməlisiniz mütləq şəkildə. Bunu yadda saxlayaq. Sonra dairənin sahəsidir. Bizə mayələrin xassəsi mövzusunda bir çox mövzularda lazım olacaq pi-r kvadratı və yaxud pi-d kvadratı bölünsün 4 ki, bunları da yadda saxlayaq. Sferanın sahəsi, sfera və kürə, əslində bunlar bir növ fərqli anlayışlardır, sadəcə eyni verilir adət üzrə. Biz bunu amma ayrı-ayrılıqda keçəcəyik. 2D ölçü sfera sətdir, kürə deyəndə 3D ölçü nəzərdə tutulur. Çox toxunmuram bu hissəyə, amma bilək ki, sferanın sahəsi bizə lazım olacaq 4 pi-r kvadratıdır. Bir də sferanın
həcmi deməyəcək sənə, kürənin həcmi kimi deyəcək. Kürənin də həcmi 3/4 Pierre kubudur. Bu bizə bir dərs var. Elektromaqnit rəqslər və dalğalarda şüalanma selinin sıxlığı I bərabərdir P bölünsün S-dir. Burada S sferadan gedir deyə söhbət. 4 Pierre kvadratı. Burada bir dənə çaşdırıcı nüans oldu. Məsələlərdə uşaqlar onu sahə görüb Pierre kvadratı yazırlar. Yanlışdır amma. Bunu bilməliyik ki, biz 4 Pierre kvadratıdır. Amma kürənin həcmi Newton qanunları mövzusunda çox lazım olacaq bizə. Bir neçə əlaqəli mövzularda istifadə olunacaq ki, həcm özü radiusun kubu ilə mütənasibdir. Yadda saxlayaq, radiusun kubu ilə. Bu da belə. Daha sonra üçbucağın sahəsi 2/1 tərəf və tərəfə çəkilən hündürlüyü vurulsun bucaq. Bu formada da təyin edə bilərsiniz. Düzbucaqlı üçbucaq katetləri hasilinin yarısı A vurulsun B bölünsün 2 kimi. Təbii ki, biz burada bilməliyik A katetdir, B katetdir, C isə nədir? Hipotenuzdur. Düzbucaqlı üçbucaqda bir neçə qayda var ki, məsələ həllərində bizə lazım olur. Birinci mühüm budur ki, gördüyünüz kimi az öncə də biz vektorun uzunluğunun təyin olunmasına danışanda Pifagor teoremindən istifadə elədik. Kök altda ax kvadrat üzərinə gəlsin ay kvadrat. Pifagor teoremi çox məşhurdur. Hər yerdə çıxacaq qabağınıza. Fizikanın demək olar əksər bölmələrində. C kvadrat bərabər A kvadrat üzərinə gəlsin B kvadrat. Yəni hipotenuz bərabərdir kök altda katetlərin kvadratlarının cəminə. Daha sonra burada nəyi bilməliyik biz? Sinus alfa, kosinus alfa, mail müstəvi və s. digər dərslərdə bizə lazım olacaq. Sinus alfa nədir? Düzbucaqlı üçbucağımıza nəzər yetirsək, iti bucağın qarşısındakı katetin hipotenuza. Alfanın qarşısındakı katet A-dır, A-nın C-yə. Yəni gedib bunu məsələn elə A bölünsün C kimi əzbərləməyin də. Çünki buranı A verməyəcək, B verəcək, onda aləm dəyəcək bir-birinə. Siz bunu öyrənin. Qarşıdakı katet bölünsün hipotenuz. Kosinus üçündə bunu öyrənin. Bitişik katet bölünsün hipotenuz. Bu dəyişməz qaydadır. Amma bu hərflər şərtidir. Mümkündür ki, A-nı B versin, B-ni A versin, C-ni B versin və s. Fərqli versiyalar verilə bilər. Ona görə siz bu hissəni əzbərin. Tangens alfa nədir? Qarşıdakı katetin bitişik katetə olan nisbətidir. Tangens alfa nədir? Bitişik katetin qarşıdakı katetə olan nisbətidir ki, tangensdən də kotangens bildiyiniz kimi biri digərinə nədirlər? Tərsdirlər. A böl B, B böl A. Bizə harda lazımdır? Çox bölmədə lazımdır. Məsələn, çevrə mövzusu olacaq. Bizdə tutaq ki, belə formada verəcək. Tutaq ki, buranı verəcək A, buranı verəcək R məsəl üçün. Belə bir qrafik verəcək. Deyəcək ki, bu bucağın dövretmə tezliyini təyin elə. Sən bilməlisən ki, burada A bərabərdir 4pi kvadrat, n kvadrat, R. Buradan sən n-i təyin eləməlisən. N də bərabərdir A bölünsün 4pi kvadratı, R, amma kökün altında. Və bilməlisən ki, burada yuxarına aşağıya böləndə sənə verir. Az öncə danışmışdıq, tangens alfa verir. A böl R-in yerinə məsələn burada tangens alfa yazacaqsan. Bu tipdə məsələlərimiz olacaq ki, qəbula da çox düşür. Əsas trigonometrik eyniliyimiz ki bizim var mütləq şəkildə. Bu da bilinməlidir. Sinus kvadrat alfa üzərinə gəlsin, kosinus kvadrat alfa bərabərdir 1. Mümkündür ki, hansısa məsələlər olsun, bundan istifadə eləyib təyin eləyək. 6-cı, kosinuslar teoremi verilə bilər bizə. Əslində bu maraqlı bir nüansdır. Burada çaşdırıcı nüans var. Bu hissənin müsbət və mənfi olma məsələsi. Ümumi mənfidir təbii ki, amma biz fizikada bəzən bunun müsbət versiyalarına da toxunacaq. O hardadır? Nisbi sürətdən danışanda bu olacaq V1 kvadrat plus V2 kvadrat çıx 2V1 V2 kosinus alfa. Amma biz qüvvədən danışanda deyəcəyik F1 kvadrat üstə gəl F2 kvadrat üstə gəl 2F1 F2 kosinus alfa. Burada vektorial cəm vektorial fərq söhbəti var. Bu belə, amma riyazi olaraq təbii ki düstur budur. İkinci rübdə kosinus dəyişdiyi üçün bu mənfi müsbət olacaq. Bucaq məsələsində diqqət eləməlisiniz burada. Yəni bucağı 60 verməklə məsəl üçün bucağı 120 vermək fərqlidir. İşarə dəyişir. Ona görə diqqətli olaq. 7-ci hissə, düzbucaqlının sahəsi. Düzbucaqlının sahəsi çox sadə, eninin uzunluğuna vururuq. Məsələlərdə lazımdır, qrafiklərdə bizə mühümdür. 8. Paralleloqramın sahəsi. Paralleloqramın sahəsində çox istifadə olunmur. Nadir məsələlər çıxa bilər qabağımıza ki, tərəflər vurulsun, onların arasındakı bucağın sinusu. Rombun sahəsi, diaqonalları hasilinin yarısı da verilir və ya tərəfin kvadratı vurulsun, orada bucağın sinusunun qiyməti. Rombla paralleloqram fizikada çox az istifadə olunur. Yəni 5%, 10% mümkündür ki, qabağımıza çıxsın, amma çıxmaya da bilər. Əsas amma trapesiya çox mühümdür. Trapesiya şəkillərimiz olacaq ki, biz orada mütləq bilməliyik. Trapesiyanın sahə düsturu ki, orta xətt vurulsun, hündürlük və yaxud yuxarı oturacaq A hissəsi.
və B hissəsinin cəmi A üstü gəlsin B bölünsün 2 vurulsun hündürlüyü 2 trapesiyanın sahəsi də məsələlər üçün çox mühümdür. Kubun həcmi istifadə olunacaq V bərabərdir A-nın kubu, tərəflərinin kubu. Mümkündür ki, Newton qanunları mövzusunda buna aid məsələlər gəlsin. Nə ilənsə əlaqələndirə bilərlər. 12. Bəzilərinizə bu can sıxıcı gələ bilər həqiqətən ki, biz bunları bilirik, amma xatırlatmadır ki, bunları mütləq bilməli. Yəni, bunlar boş-boşuna burada vermirəm ki, mütləq şəkildə test qabağınıza çıxacaq sizin. Ona görə bu hissələri möhkəmləndirin. Həm riyazi tərəfdir, həm də fizikada lazım olacaq. Paralelipipedin həcmi. Paralelipipedin həcmi isə A, B, C və ya ABH da deyirlər. Tərəf en uzun vurulsun hündürlük kimi. Silindrin də həcmi bu miq imtahanlarında istifadə olunacaq. Abituriyentlərə çox düşmür. Miqdə amma düşə bilər ki, həcmli necə təyin olunur? Oturacaqdakı fiqurun sahəsi vurulsun hündürlüyü pi r kvadratı, vurulsun H formasında da istifadə oluna bilər. Gəldi bizim mühüm qaydalarımızdan biri. Çox sadə, amma çox da lazımlı. Beynəlxalq sistem. Beynəlxalq sistem nədir? Beynəlxalq sistem kəmiyyətləri biz bu adlara gətirməliyik. Uzunluq həmişə metr verilməz sənə. Uzunluq kilometr verilər, millimetr verilər və s. fərqli versiyalar verilə bilər. Amma mütləq beynəlxalq sistemə görə hamısını metrə gətirməlisən. Ellə işarə olundu, vahidi 1 metr kimi yaza bilərsən. Kütlə həmişə sənə kiloqram verməz. Qram verər, milliqram verər, ton verər və s. Beynəlxalq sistem onu kiloqrama gətirməyə verirsə. Bu M kütlənin işarəsidir. M hərfi ilə işarə olunur. Fiziki kəmiyyətin işarəsidir. Bu M isə fiziki kəmiyyətin vahididir. Bu metrdir. Bu da kütlənin işarəsidir. Qarışdırmayın bunları. 3 zaman sənə il verə bilər, dəqiqə verə bilər, saat verə bilər, sutka verə bilər və s. Mütləq saniyədən istifadə eləməlisən. T hərfi ilə işarə olunur. 4-cü cərəyan şiddəti. Bu elə həmişə amper görəcəksiniz bunu. I hərfi ilə, J hərfi ilə bu formada verilir. Temperatur Kelvindir. Selsi ilə verilə bilər, Fahrenheit ilə verilə bilər. Sənə əsasən beynəlxalq sistemdə Kelvindən istifadə eləməyi bacarmalısan. 6. Maddə miqdarı. Bunu elə həmişə sizə molla verəcəklər. Elə 1 moldur. Nü hərfi ilə işarə olunur. 7. İşıq şiddəti. Kandela ki, bu da imtahana düşmür, istifadə olunmur. Sadəcə əsas vahid kimi yadda saxlamalıyıq. Və burada bizim son hissəmiz qalır. Son hissəmiz nədir? Şəkilçilər. Bu nə şəkilçilərdir? Əslində buna çoxları dırnaqarası baxır ki, çox mühüm deyil. Dəhşət mühümdür, çox mühümdür. Niyə? Möhtərizələrdə verir çevirmə. Qramı milliqrama çevir. Nə bilim, 10 üstü 6 nədir, 10 üstü 3 nədir? Mütləq bunları bilməliyik. Bu ikisi desidən ümumiyyətcə az istifadə olunur. Bilin ki, desi 10 üstü mənfi 1-dir, kiçik D ilə yazılır. Santimetrdən istifadə edirik, bu %1 metr deməkdir. 10 üstü mənfi 2-dir, santi başlığı. Milli başlığı 10 üstü mənfi 3-dür, balaca M ilə yazılır. Məsələn, biz klon keçirik, bilirik ki, yükün vahidi klondur. Bax, bu hissə ilə, bax, bu hissə fərqlidir. Görürsünüz, MK-lı, bir də MK-lı. Fərqli nüansdır, diqqət eləmək lazımdır. MK dediyi bizə mikrodur, MK. Bir də var M. Görürsünüz, klon bunun özündədir, K hərfi. Burada biraz aləm dəyir bir-birinə uşaqlarda. Diqqət çox mühümdür ki, balaca M ilə verilir, bu da balaca M ilə verilir. Bir dənə K hərfinin artıq olması, bu mində birdir, bu milyonda birdir. Dəyişdirdi nüansı. Ona görə diqqətli olaq. Milli deyəndə 10 üstü mənfi 3-dür. Mikro deyəndə 10 üstü mənfi 6-dır. Mikroda çox istifadə olunur, milli də çox istifadə olunur, nanoda çox istifadə olunur ki, 10 üstü mənfi 9-dur. Pikoda istifadə olunur, amma çox az. Köhnə kitablarda filan mümkündür verilsin, 10 üstü mənfi 12-dir. Kilo çox istifadə olunur, 10 üstü mənfi 3-dür. Mega çox istifadə olunur, 10 üstü 6-dır. Bir də giga, bu da nadir hallarda istifadə olunur, 10 üstü 9-dur. Bizə məsələn nüansı necə verə bilər? Məsələn, deyə bilər ki, tutaq ki, 5000 Newton almısan sən. Cavabı ifadə elə bu şəkilçi ilə. Bu 1000 artıq səndə 10 üstü 3-dür də. Buna nə deyirsən? Kilo. Bunu sən belə də ifadə eləyə bilərsən. 5 kilo Newton. 2 hərfini verdin qabağına, oldu kilo Newton. Yəni sizə bunu bu formada verəcək. Və yaxud daha fərqli versiyalarda mümkündür ki, versin. Məsələn, sənə verəcək, tutaq ki, 500 olsun. Səliqəli yazaq bunu. 500 məsəl üçün olsun metr. Tutaq ki, bunu daha fərqli versiya ilə ifadə elə desək, kilometrlə ifadə elə. Kilo nədir? 1000-dir. Burada nə olmalıdır? 10 üstü 3 olmalıdır. Sən nə etməlisən? Onda bunu belə yazacaqsan. 0,5
kilometr. Necə oldu bu? Kilo nə idi? 10 üstü 3. 0.5-i 10 üstü 3-ə, yəni 1000-ə vuranda nə verir? Elə 500 metr verir. Bu cürə ifadələrlə təyin eləməlisən. Və dərsdə qalan hissə nədir? Dərsdə qalan hissə törəmə hissəsidir ki, törəməni riyaziyyatda keçirsiniz, söz yox. Bu hissədə toxunmayacağam ona. Bunu düz xətli, bərabər sürətli və bərabər təcilli hərəkəti keçəndə toxunacam. Bir neçə mühüm qaydalar var ki, yəni üzərindən gedəcəyik biz onu. Ümumi anlayış nədir? Bunu riyaziyyatda keçəcəksiniz. Bu heç. Fizikada bizə lazım olan bir neçə anlayışlar var ki, sabitin törəməsi, kx funksiyasının törəməsi, ax üstü n-in törəməsi, sinusun törəməsi, kosinusun törəməsi ki, mürəkkəb funksiyalar da bizə lazım olur. Bu formada törəmə hissəmiz qalıb. Bir də bundan əlavə uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri, millimetr kub, metr kvadrat, santimetr, santimetr kub və s. Bunların keçidlərini də bilməlisiniz. Onu bu hissədə toxunmayacağım, çünki daha xırda hissələrdir. Bütün nəzəriyyələrdə, bütün kitablarda verilir. Onu özünüz bilməlisiniz, amma mühüm hissələrdən biridir. Bu qədər. Hər birinizə uğurlar arzu edirəm.